Sual verir ki, bəzi müsəlmanlar, ümumiyyətlə, qardaşlar, bacılar belə bir suallar verirlər ki, bizə sehr olunub, xəstələnmişik, özümüzü narahat hiss edirik, caldı eləyiblər, sehr eləyiblər. Hətta insanlar var deyir ki, biz özümüzü öldürmək dərəcəsinə çatmışıq. Bunun müalicəsi, bu belə insanlara necə kömək eləmək olar bu barədə? Belə deyim də, qardaşım, bu məsələ elə bir məsələdir ki, gərək düzgün baxışla, şəriət çərçivəsində baxasan bu məsələyə. Bu məsələyə başqa qıraq yollarla, kiminsə yanına getməklə, kimdənsə öyrənməklə, batil, şeytani yollarla bu məsələyə baxmaq olmaz. Yaxud həll etmək olmaz. Belə soruşurlar, indi Allah qorusun daha çox yayılıb müsəlmanlar arasında. Mənim özümdən də soruşurlar, zəng edirlər, bəs Rəşad qardaş, belə hal baş verib, bax budur, cadu ediblər, sehr ediblər, özümü öldürmək istəyirəm, yaşaya bilmirəm, həyatım korlanıb. Vallahi, həqiqi mənada. Yəni, nə qədər adam belə zəng edir, deyir. Yəni, təəccüblü harasıdır, bunu deyən adam, soruşanlar bəzən, soruşsan ki, qardaşım, ibadət edirsən, deyir, yox, mən namaz qılan deyiləm. Deyir, yox, mən namaz qılan deyiləm. Əksəriyyəti, hə. Məruz qalıb xəstəliyə. Lakin soruşanda, deyir, yox, mən namaz qılan deyiləm. İbadət eləmirəm Allaha. Adi öz işimdə, gücümdəyəm, öz həyatım yaşayıram, belə şeylə qarşılaşmışam. Biz deyirik ki, qardaşım, burada məsələni düzgün başa düşmək lazımdır. Əvvəl olaraq, ilk olaraq, etiqadi cəhətdən biz əhlüsünnə olaraq Quran sünnəyə əsaslanıb deyirik ki, sehirin, cadunun, gözdəymənin təsiri haqdır. Hətta bəzi müsəlmanlar var, mən bunu da eşitmişəm, deyir, mən inanmıram belə şeylərə. Necə inanmıram? Quranda var, bu hədislərdə var, sünnədə var. Vaqi, olacaq, olanlar buna şahiddir. Necə inanmaya bilərsən ki? Adam var, məsələn, deyir, mən insanın bədəninə cin girir, mən inanmıram buna. Qardaşım, sən necə inanmıram? Sən ümumiyyətlə inancını hardan götürürsən ki? Adama deyərlər, yox, zal. Yəni, o deyirlər, inanmıram. Sən nəyə inanırsan ki? Sən müsəlmansan da, yox. Yox, sən müsəlmansan. Sən müsəlman olaraq haqqındır ki, Quranda, sünnədə olan şeylərə iman gətirəsən, inanasan. Sünnə dəlalət edir ki, nusus, gözdəymə haqdır. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, əl-əynu haqqun, gözdəymə haqdır. Nəyə görə bu surə nazil oldu? Qul ə'udhu bi rabbin nəs, məlikin nəs, ilahin nəs, min şərril vəsvasil xannəs. Nəyə görə? Qul ə'udhu bi rabbil fələq, min şərri mə xaləq, min şərri mə xaləq. Sən bu surələr nəyə görə? Peyğəmbər sallallahu aleyhi və səlləm oxuyurdu, ruqyə edirdilər, özü edirdi sahabələrə, Cəbrail gəlib edirdi. Həsən, Hüseyin öz nəvələrini oxuyurdu, onlara dua edirdi. Necə sən inanmaya bilərsən ki? Sən müsəlmansan, özünə müsəlman deyirsən. Deyir, mən belə şeylərə inanmıram. Nəyinə inanmırsan? Əgər belə şeylərin var olmasına, buna deyirlər təsirinə inanmırsansa, problemdir bu. Əlbəttə, qardaşım. Bunlar var, bu haqdır. Sehirin təsirindən, cadunun təsirindən. Təsiri var, haqdır. Biz buna inanırıq. Buna kitab sünnə dəlalət edir. İnsan xəstələnə bilir. Ailə dağıla bilir. Ər, arvad,
ayrıla bilirlər. Ata öz övladını tərk edə bilir, sevməyə bilir. Övlad atasını tərk edə bilir. Hətta o dərəcədə təsir edir ki, ölə bilir insan təsirindən. Allahın izni ilə. Hə? Cinlə təsir edir, beyninə təsir edir. Fərqi yoxdur, müxtəlifdir. Xəstələnir insan. Xəstələnir, bədəninə. Aydın daxı, həm belə, həm belə. Bunlar var, bunlar. Amma söhbət ondan gedir. Bunların var olmasını biz inkar eləmirik. Bunlar var. Lakin insan, müsəlman belə şeylərdən qorxmamalıdır. Allah subhanahu və teala Quranda ayədə deyəndə bu barədə axırda gör nə deyir? Bu sehr barəsində o Süleyman əleyhissalamın məsələsinin qıssəsində o deyəndə axırda Harut o məsələ yadınızdadır da, məsələni deyəndə Allah Taala axırda ayəni necə qurtarır ayə? Necə deyir Allah? Axırda elə bir söz deyir ki, Allah, bu etiqadımızı biz o sözlə əkməliyik, bağlanmalıyıq. Aqd olmalıdır əqidəmiz. Allah Taala deyir ki, lakin deyir, onlar deyir Allahın izni olmadan zərər vura bilmirlər. Və salam, bağlandı söhbət. Qardaşım, heç nə bu kainatda, kaun aləmdə Rəbbin, aləmlərin Rəbbinin izni olmadan baş verə bilmir. Cadukar kimdir ki? Şeytan kimdir ki? Cadukarların başçısı şeytandır, iblis. İblis kimdir ki? Allah izin verməsə nəsə eləsin. O sehirbazlar deyilsə, nə şərli insanlar, cadukardır, nə bilim belə. Onlar bu şeydir. Nə mənada? O sənə müstəqil təsir edə bilmir. Allahın xəbəri yoxdur, sənə zərər vurdu. Belə şey ola bilər zahir? Yox, qardaşım. Allah Teala ona görə ayəni bundan yekunlaşdırır ki, zərər verə bilməzlər Allah izin verməsə. İzin verir Allah. Aydın daxı. Başçıları iblisdir. Yəni kimləri azdırıb, kimləri aldadıb. Onun oyunları da hamısı. Hə? O da Allahın izni olmasa heç nə edə bilmir. Allahın hökmü altındadır, sultanlığı altındadır, qahrı altındadır, gücü altındadır. Rəbbimiz böyükdür. Müsəlmanın, mən daim deyirəm İlkin, bu şeylərdən qabaq insanın etiqadı olmalıdır. Etiqad böyük şeydir, zahir. İnsanın gücü olmalıdır, qəlbinin gücü olmalıdır. Belə şeylərdən qorxmamalıdır. Adam var, heç nə eləmir, bayra çıxmır, uşağı tez olub bayra çıxartmır, bunun yanına aparmır, maşını alıb sürmür, gözləyər, filan məcadu elif. Qorxaq, təvəkkül yox Rəbbinə, qəlbi zəif, etimad yox Allaha, Allahın gücünə kamil şəkildə, yəni olduğu kimi Allaha inana bilmir. İman gətirə bilmir Allaha tam, kamil yəni, onu demək istəyirəm. İmanı zəifdir. Başqa şeylər fikirləşir. Kimsə mən nəsə elə bilər. Heç kimsə heç nə elə bilməz. Allah subhanahu və teala istəməsə. Bu hər şeydən qabaq olan şeydir. Hər şeydən qabaq bu əkilməlidir qəlbdə. Səma, yer, göy, bütün hamısı Allahındır. وَلِلَّهِ مُلْكُ السَّمَوَاتِ وَالْأَرْضِ deyir Allah. Yerlərin və göylərin mülkü. Mülkü nə deməkdir? Sahibi, yaradanı, Rəbbi, idarə edəni. Nə deməkdir qardaşım? Şəhərin yox. Ölkənin, bu bölgə, bu qəsəbənin yox. Bütün aləmin Rəbbi. Aləmin Rəbbi o deməkdir ki, aləmi idarə edən. وَمَنْ يُدَبِّرُ الْأَمْرِ deyir Allah subhanahu və teala. وَمَنْ يُدَبِّرُ الْأَمْرِ kim işləri idarə edir? Allah, deyəcəklə Allah. Müşriklər Peyğəmbərin vaxtında bilirdilər bunu axı. Etiqad edirdilər. Yoxsa indi bəzi müsəlmanlar şəkk edirlər. Şəkk etmək istəyirlər. Qorxurlar zəifliklərindən. Nəsə olar. Nədir? Nəsə olacaqsa Allahın iznindən sonra olur. Allah subhanahu və teala kaunən izin verir. Bəzən soruşurlar ki, Rəşad qardaş, bunu deyəndə, nəyə görə Allah izin verir? Hə? Eşitməmisiniz? Nəyə görə Allah izin verir? Niyə mənim başıma belə şeylər? Mənmi? Niyə başqası yox? Niyə bu kimi şeylər? Qardaşım, sən təslim olmalısan, qulsan, abdun. Hə? Qul. Bəlkə də o niyə görə? Haydi. Ola bilər. İmtahan diyarıdır bura. Niyə? Allah subhanahu və teala deyir ki, ayədə, bu əqidə olmalıdır. Bu əqidə olmalıdır, qardaşım. Bu bizim etiqadımız olmalıdır. La yus'alu
amma yef'alu və hum yus'alun. Allah etdiyi şeylər barəsində soruşulmur. Yaradan da. Yaradan odur, xaliqdir, xallaq. Və hum yus'alun. Onlar isə soruşulurlar. Sən qulsan ona görə. Sən cavab verəcəksən bir-bir. Allah soruşulmur. Allah soruşulmur deyəndə nə deməkdir? Bunları edən kimdir? İzin verən kimdir? Allah. Deyə bilərsən, soruşa bilərsən, Allah'tan niyə verdin? Yox. Soruşa bilmərsən. Sual niyə verib? Niyə icazə verib? Niyə iblisə icazə verib? Niyə azdırır? Orada tək bundan getmir ki söhbət, cadudan getmir ki söhbət, sehirdən getmir ki söhbət. Orada ümumiyyətlə azdırmaqdan gedir söhbət. Niyə bunu azdırdı? Niyə bunu azdırdı? Niyə bunu azdırdı? Niyə bu elə oldu? Niyə bu elə oldu? Niyə bu belə? Niyə o belə? Hər şey soruşa bilərsən. Niyə təsir etdi mənə? Tək Allahın feili tək cadu etmək, onlar izin verməkdir ki? Yox. Aydın daxı, biz deyirik ki, cavab olaraq Allahın bütün feillərində özünün bildiyi və sevdiyi hikmət var. Lakin bu söz gərək yaddan çıxmasın qardaşım. Allahın bütün feillərində bildiyi, özünün bildiyi və sevdiyi hikmət var. Ola bilər, sən bilmirsən, sən nəyi bilmək istəyirsən ki? Aciz, zəif, miskin, fəqir bəndə Allahın feilində olan hikməti əhatə eləmək istəyirsən, bilmək istəyirsən hamısını. Nəyə görə Allah nəyi necə edir? Nəyi bilmək istəyirsən ki, sən qardaşım? Nə bilmək istəyirsən ki? Allahın feillərində hikməti nə aşkar olub, nə izhar olub sənə, nəyi bilirsən və salam, bəsdir. Gedə bilmərsən, əxi. Bilə bilmərsən sən onu. Elə hədd yoxdur səndə, əqildə hədd var yoxsa yox? İnsanın əqlinin həddi var yoxsa yox? Həddi var. Vallahi, sahabələrdən varid olub. İnsanın görməyinin həddi var yoxsa yox? Eşitməyinin həddi var yoxsa yox? Eləcə də əqlin düşünmə var, hara qədər düşünüm, fikirləşim, həddi var. Yol yoxdur ora. Sən nəyi düşünmək istəyirsən ki? Allah nəyə görə 6 gündə xəlq elədi? Oturum fikirləşim. Yerləri və göyləri. Fi siddəti əyyəm deyir Allah. Niyə 5 günə gücü çatmazdı, 4 günə yaxşı? Vallahi göz qırpımı ondan da tez xəlq etməyə gücü çatır Allahın, çatardı. Lakin niyə 6 gün? Niyə məhz 6? Özünün bildiyi və sevdiyi hikmətə görə. Sən bilmirsən, qardaşım, bırax. Sən nə edirsən? İndi bu niyə izin verib, niyə izin? Qardaşım, bura ibtiladır. İbtilə diyarıdır, imtahan diyarıdır. Sən varsan imtahan olunmaq üçün. Sən varsan sınanmaq üçün. Sən bəlli olmağın üçün kimsən? Bura budur, bu dünya budur. Xeyir, şər, düz dəxi. Bu dünyada nə olur? Xeyir ya da şər olur. Üçüncü bir şey yoxdur ki. Və nəblukum biş-şərri vəl-xeyri fitnə. Biz sizi xeyir və şərlə neyəcəyik? İmtihana çəkəcəyik. Zavur, xeyir və şər. Deməli, şər də imtihandır yoxsa yox? Şər gəldi, sən cadı olub. Şərdir yoxsa yox? Şərdir. İmtihandır. Kim dedi? Allah. Kimsən? Kimsən sən? İmtihan olunursa. Xeyr. İmtihandır o da. Neyi necəksən xeyrinə? Aydın daxı. Yəni bunları, yəni cavaba keçməmişdən qabaq xatırlatmaq istədiyim şeydir. Aydın deyil ki, nə demək istəyirəm sözümün canı. İnsan görə bunları dərk elə. Hər şeydən qabaq budur. Etiqadımız. Qardaşım, sənə şərri kim toxundurub? İblis, cadukarlar, şeytanlar yox. Hamısı, vallahi, onu Allah'tan başqa heç kim dəf edə bilməz. Allah izin verib, istəsə aparır, qaldırır. Yəni, vallahi Allah sənə, Allah izin verməsə, bütün cadukarlar, sehirbazlar yığılırlar, sənə şər, nəsə bir şər toxundursunlar, mümkün deyil, yol yoxdur. Hədis əsasən deyirik, rahat deyirik bunu bizə. Bütün xəlaiq, yaradılanlar, hamısı, biri yox, ikisi yox.
Aydın deyər Allah izin versin. Deməli, Allah izin verəndən sonra bir növ ki, mutmain olursan yoxsa yox, rahat olursan yoxsa yox axı. Rəbbim izin verib. Deməli, burada mənim üçün xeyir ola bilər. İndiki belə insanlar fikirləşirlər bunu. Fikirləşən var bunu. Bəziləri söyür Allahı, bəziləri şikayət edir, bəziləri deyir Allaha pis bir sözlər deyir. Hardan gəl? O xilas olacaq. Düzgün qarşılamayıb. Müqəddimə düzgün deyil. Nəticə necə olacaq ki? Müqəddimə düzgün deyilsə? Pis. Nəticə gözləyir. Hansı müqəddimə ilə? Bax Zaur. Nəticə gözləyir adam. Hansı qəlbinə, hansı etiqaddan nəticə gözləyirsən sən? İnsan gərək möhkəm olsun, qəlbi möhkəm olsun, Rəbbinə etiqadı olsun. Gərək insan etiqadını düzəltsin. Boş-boş hara gəldi, hər şey inanmasın. Budur, bu Allahın izni olandan sonra olur. Allah istəsə qaldırır onu. Onlar hamısı boş şeylərdir. Bunlar hamısı qardaşım ilkin. O deməkdir ki, bir yolun var, üst tutasan ona, başqa yollara yox. Ona üst tutasan, onun qapısına gedəsən, başqa yox. Dəccalların yanına getməyəsən, daha da artır şərrin. Façıların yanına gedirlər. Olmaz. Düşmən də olar, Allahın düşmənləri də olar. Allah Teala izin verib, müvəqqəti bu dünyada eləyirlər, nə istəyirlər? İzin verib onlara. Allah Teala bir insanlara çox izin verir. Çox insanlara nəysə izin verib. Lakin onların axirətdən payları yoxdur. Onları şiddətli əzab gözləyir. Lakin bu dünyada izin verib, ibtila edir qardaşım. Vallahi nə qədər insanlar belə imtahandan çıxıb Allahın dostları olublar, övliya olublar, Allaha sevimli bəndə olublar. Səbəb ibtiladan sonra. Və nə qədər insanlar yaxın olandan sonra Allaha uzaq düşüblər Allahdan. Əksi. Deməli, imtihandır yoxsa yox? İmtihandır, sən imtihan olunursan. Allah Teala deyir ki, Əlif, Ləm, Mim, Əhəsibən nəsu ən yutraku, ən yəqulu əmənnə və hum lə yuftənu. Yoxsa insanlar elə hesab etdilər ki, onlar biz mömini deyəndən sonra və salam, biz imtihan olunmayacağıq. İmtihan olunmayacaq. Biz onlardan qabaqçılar da imtihana çəkdik. İmtihan etdik, sınadıq. Niyə ya Rabbi? Sanki deyirsən ki, ya Allah, niyə elədin? Hə, bax. Hə. Yalancı ilə sadiq bilinsin deyə. Allah Teala deyir ayədə. Sanki soruşursa, ya Rab, niyə? Bizdən əvvəlkiləri niyə imtihana çəkdin? Yalancı ilə sadiq bilinsin deyə. Ona görə insan hər şeydən qabaq, bunlardan qabaq görə əqidəsini, kişinin gəri əqidəsi olsun axı. Hardan götürülür? Kitab, sünnə. Başqa belə dəccallardan yox, yuxulardan, kəşflə yox, batil yollarla yox, şəxsdən yox. Möhkəm əqidəni kitab, sünnə ilə qurasan. Bundan əlavə, bunu biləndən sonra müqəddimə olar. Qardaşım, sən namaz qılmırsan. Sən zikr elə, bax axı. Sən zikr eləmirsən də Allahı. Bunun yolu, müalicəsi şəri ruqiyyədir. Bunun yolu xilas olmağın. Kim ibtila olubsa, yəni məruz qalıbsa bu xəstəliyə, fərqi yoxdur dərəcəsindən. Çünki dərəcələri olur axı. Var şiddətli olur, var belə, var yəni orta, yüngül, ağır. Fərqi yoxdur. Bunun yolu zikirdir. Allahla rabitənin möhkəm olmasıdır. Allaha yalvarmaqdır. Allaha çoxlu ibadət etməkdir. Zikirlərlə öz üzəri və qala çəkməkdir. Gəlibsə zikirlərlə dəf etməkdir. Sən qardaşım bir dəfə də səhər duranda zikir etmirsən, yatanda zikir etmirsən, yeyəndə, yemək yeyəndə zikir etmirsən, qutaranda etmirsən, səhər etmirsən, axşam etmirsən, ayaq yoluna girəndə, çıxanda. Sən Allahdan uzaq düşmüş adamsan, Allahdan uzaq düşən adamsan, namaz qılmırsan sən. Allahdan uzaq düşən adamsan. Sən nəyin həllini gözləyirsən ki? Nəyin müalicəsini gözləyirsən ki? Aydın nə demək istəyirəm axı? Ona görə deyəndə ki, belə hərdən zəng edir, soruşurlar, deyirsən, qardaşım, ibadət, yox, ibadət eləmirəm. Başlayacam. Belə şeyə görə başlamırlar, yəni. Başlayıb sonra tərk edəcəksən sağalandan sonra. Hə? Subhanallah. Xülasə. Qardaşım, bu şeylər məruz qalandan sonra həlli, açarı,
şəfası Allahın əlindədir. Allahın əlindədir. Deməli, nə vaxt Allahdan istəyəndə cavab gəlir? Allaha yaxın olanda, onun qapısına gedəndə, ona yalvaranda, üz tutanda, onun dediklərini eləyəndə. Qardaşım, uzaqsan Allahdan, qafilsən Allahdan. Allah da nə edir qafil olmağı? Sən qafillərdənsən. Zikr yoxdur. Nə gözləyirsən ki sən? Şəfa verəcək Allah sənə? Ola bilər versin, Allahın bildiyi hikmət var. Lakin biz ümumən məsələni danışırıq ki, bunun həlli budur yəni. Biz belə fərdi danışmırıq. Ola bilər Allah Taala heç ibadət eləməsin, onu sağaltsın, şəfa versin. Aydındır? Lakin ümumən bunun həlli şər'i ruqiyyədir. Peyğəmbər sallallahu aleyhi və səlləm öyrədib bizə yatanda, duranda, necə sığın Allaha, necə qoru özünü bu şər məxluqlardan, necə öyrədib bizə. Öyrədib bizə, qardaşım, gəlməmişdən qabaq öyrədib bizə. Gələndən sonra da eləmək olur. Bəzi insanlar gözləyirlər, xəstələnəndən sonra düşürlər zikirlərin üstünə. Əzbər, gəlməmişdən qabaq qoru özünü. Gəlməmişdən qabaq qoru özünü bu zikirlərlə. Husnul Muslim, müsəlmanın qalası kitabı. Zikir. Aç bax, nə kitabıdır ki? Zikirlər. Nə zikirləri? Bax, qorunmaq üçün. Nədən qorunmaq üçün? Bütün şərli insanlardan, şeytandan və s. Şərrin mənbəyi şeytandır. Qardaşım, şərrin mənbəyi şeytandır. Sən də deyirsən ki, qul əuzu bi rabbin nəs, məlikin nəs, ilahin nəs, yaxud qul əuzu bi rabbil fələq, min şərri mə xələq. Vəssalam. Lakin hansı qəlblə deyirsən? Gərək Qur'an oxuyaq. Qur'an qardaşım. Qur'an yad olub. Qur'an tərk edilib. Qur'an yoxdur. Oxunmur. Müalicə axtarır. Qardaşım, sənin evində axırıncı dəfə nə vaxt Qur'an oxunub? Sən nə vaxt Qur'an eşitmisən? Sən nə vaxt Qur'an oxumusan özün? Dil, nitq edib, tələffüz edib, Qur'an oxuyub. Bu surələri, Bəqara surəsini evdə, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, o evə şeytan girə bilmir, deyir. Bəqara surəsi oxunan evdə. Bəziləri elə bilir ki, burada internetdə, YouTube'da açdım, qoydum bir qaridir, Bəqara surəsi oxuyur, evdə oxunur da. Yox, qardaşım, ev əhlindən biri oxumalıdır. Ev əhlindən biri oxumalıdır onu. Sən oxumalısan onu. Doldurmuşsan evi şeytanlarla. Doldurmuşsan evi şeytan, bütün ev şeytandır. Pis şeylər, əxlaqsız şeylər, kinolar, filmlər, seriallar, musiqi, evdə səhər durur, səhər musiqi, axşam musiqi ilə yatır. Deyirsən ki, mən sehr olunum. Bütün şeytan da ətrafını sənin. Nə ilə qovdun şeytanı sən? Aydın daxı, Qur'an Allahın kəlamı, şəfa və nunəzzilu minəl Qur'ani mə huva şifəun və rəhmətun lil müminin. Biz bu Qurandan möminlər üçün şəfa. Möminlər üçün. Mömin. Başa düşdünüz nə demək istəyirəm? Şəfa və rəhmət nazil edirik. Allahu Akbar. Get imanı artır, İmanı artır, Quran oxu. Şəfadır Quran. İbn Qayyim rahimehullah Cevabul Kahfi kitabının əvvəlində deyir ki, nəinki mənəvi, qəlblə bağlı olan, hətta zahiri, bədəni xəstəliklərə də şəfadır Quran. Kaş ki, bilərdi insanlar, deyir. Nə qədər müalicə eləmişik, deyir. Misallar deyir orada həyatından. Subhanallah. Həlli, müalicəsi, Allahın kitabı Qurandır, yoxdur Quran. Tərk olunub. Bu deyil həqiqət. Siz deyin ki, bu deyil. Həqiqət budur yəni. Həlli, Qur'andır, Qur'an tərk olunub. Gecə gündüz Qur'an oxumalısan. Bundan əlavə, yol verilən naqisliklərdən. Elhamdülillah, qardaş, müsəlman, elə bilir ki, bir dəfə oxunmalıdır. Bir dəfə etməliyəm zikri. Yox, qardaşım, davamiyyətli şəkildə ruqiyyə, müalicə olmalısan sən. Allaha bağlı olmaqla yanaşı, ibadətin güclənməsi ilə yanaşı. Davamiyyətli. Necə İmam İbn Qayyim rahimehullah deyir, məsələn, insan bir xəstələnir. Həkim gedirsən,
Hərdən olur ki, nə yazır sənə? 1 il bu dərmanı qəbul etməlisən. 1 il dərman qəbul edirlər. Belədir, bu xəstəlik müalicəsi budur. Neyniyəsən? Yox axı, yəni bir dəfə deyil də bu. Tam aparmaq üçün. Yəni stabil, 1 il, davamiyyətli, istimrar. Bu da elədir. Bir dəfə oxumaq ki, yox, oxu, davamiyyətli oxu. İxlası, möhkəm, səmimi, sadiq ol Allahla, düzəl. Yalvar Allaha. Gör səndə bu xəstəlik qalar yoxsa yox. Qardaş, sən Allahdan uzaq düşmüşsən. Nə istəyirsən ki Allahdan? Hansı əllə əl açırsan Allah istəyirsən, sağaltsın səni, şəfa versin sənə. Quran yoxdur, tərk olunub səndə. Nə özünü oxuyursa, nə səni oxuyurlar. Aydın daxı? Yəni ilkin sözümün canı odur ki, axı, yəni bu çox pis haldır, yaxşı hal deyil. Məsələn, soruşanda ki, niyə ibadət yox, mən ibadət eləmirəm. Nə məsləhət eləyim sənə mən? Nə məsləhət eləyim sənə? Məsləhət budur ki, sən Allaha ibadət elə, Allaha bağlı ol. Dərsin əvvəlində qabağa müqəddimə verdim. Bunları bilməlisən hamısını sən. Başa düşməlisən bunları. Hələ mən müxtəsər şəkildə yadımda olanları deyirəm. Yəni bu barədə həm dərslər çoxdur, qardaşlarımız danışıblar, bizim özümüz də ətraflı görürsən təfsilatla danışmışıq. Lakin bu şeylər mühümdür yəni. Etiqadla bağlı olan şeylər mühümdür. İnsanın əqidəsi bu məqamda, bu yerdə, bu vəziyyətdə vallahi insanın əqidəsi mühümdür. İnancı mühümdür zav. Qardaş, adam var, qorxutmaq olmur ya onu. O qədər Allaha inanır ki, o qədər təvəkkülü güclüdür ki, bu adam qorxutmaq olmur. Adam da var, o qədər Allahdan zəifdir ki, imanı. Cüzi xəbər eşitdin dünə xəbərlərdə dedilər, təzə xəstəlik yayılıb. Bu artıq həlak olub evdə. Bu, nəsə olub buna? Gəlib soruşurda nə olub? Deyir, eşitməmsən, bəs xəbərlərdə eşitdim ki, xəstəlik. Ay, sən hanı sən imanın? Aydın nə demək istəyirəniz o? Adam da var, mütməin, subhanallah, rahatdır. Qabaq dediyim müqəddimədən xəbəri var ona görə. Heç nədən qorxmur, nəinki insanlardan, qardaşım. Qorxmaq olmur bunu, mömindir ona görə. Təvəkkül o qədər güclüdür ki, Allaha. Bütün ən güclü təvəkkül edən də kim idi? Peyğəmbər sallallahu aleyhi və səlləm. Qardaşım, oturan yerdə gəlir, qılıncı başının üstünə çəkir. Qılınc başının üstündədir. Neyini izləyirsən ki? Kim xilas edəcək səni? Deyir, Allah. Əsir əli, titri düşür əlindən. Götürür, deyir, səni kim xilas edəcək, deyir. Mən Rəbbim var. İnandığım yəni. Kim belə təvəkkül? Yəni, insanın təvəkkülü, subhanallah, Peyğəmbər sallallahu aleyhi və səlləm o deyir, o ruzi mövzusunda. Ləv tətəvəkkəlunə aləllahi haqqa təvəkkulihi lərəzəqakum kəmə yərzuqud dayr. Siz Allaha təvəkkül etsəniz, yoxsa haqqına təvəkkül etsəniz? Haqqına təvəkkül etsəniz, ruziləndirər sizi. Necə? Quşu ruziləndirdiyi kimi. Quşu yuvasından ac çıxır, qaydanda tox qaydır. Buyurduğu kimi təvəkkül etsin. Haqqına təvəkkül, haqqına. Müqəddimə dedim, Sən qardaşım, sual. Allahı tanımayan adam ona haqqına təvəkkül edə bilər yoxsa yox? Edə bilməz. Etmək istəyər, edə bilməz. Yol yoxdur ona. Allahı tanıyandan sonra haqqına təvəkkül etmək mümkün olur, rahat olur, asan da olur. Allah yol açır. Tanıyandan sonra tanımırsan. Ona görə Allahı güclü tanıyan mömin Allaha daha sevimlidir. Zəif imanlı mömindən. Allahı güclü tanıyan mömin güclü tanıyır Allahı. Qorxar? Qorxmayacaq. Aydın, hər bir halda mən Allahdan istəyirəm ki, ya Allah, o müsəlmanlar ki, bu kimi xəstəliklərdən, bu kimi şər məxluqlardan, şərli məxluqlardan əziyyət çəkirlər, onlara tezliklə şəfa versin. Allah subhanahu wa ta'ala istəyirik ki, kim bu kimi xəstəliklərdən dünyasını dəyişibsə, onların günahlarını bağışlasın, onları əfv eləsin, onları öz cənnətinə salsın.